Dayan, sözümü kesme, səbirli ol, tələsmə. Haray ses ver sesime, dinle beni sevgilim, dinle beni sevgilim. Dayan, sözümü kesme, səbirli ol, tələsmə. Haray ses ver sesime, dinle beni sevgilim, dinle beni sevgilim. Saftır yüreğim için, günahım yok and için. Kalmadı takat gücüm, dinle beni sevgilim, dinle beni sevgilim. Dinle beni sevgilim. Sözlerinde yok yalan, menem oduna yanan. Bağrım olacak talan, dinle beni sevgilim, dinle beni sevgilim. Sözlerimde yok yalan, menem oduna yanan. Bağrım olacak talan, dinle beni sevgilim, dinle beni sevgilim. Düzlemişəm mənəm mən, eşqə sadiq mənəm mən. Söyle bana sen əhsən, dinle beni sevgilim, dinle beni sevgilim. Dinle beni sevgilim, dinle beni sevgilim. Saftır yüreğim için, günahım yok and için. Kalmadı takat gücüm, dinle beni sevgilim, dinle beni sevgilim. Düz danışan mənəm mən, eşqə sadiq mənəm mən. Söyle bana sen əhsən, dinle beni sevgilim, dinle beni sevgilim. Dinle beni sevgilim. Lay la la lay 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 la la lay lay la la lay lay la la lay lay la la lay. Dinle beni sevgilim, dinle beni sevgilim. Dinle beni sevgilim, dinle beni sevgilim. Dinle beni sevgilim. Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılarımız. Xoş gördük sizi. Siz də bizi xoş eşitdiniz. Yəqin ki, mən buna tam əminəm. Çünki biz öz vaxtımızda, zamanımızda Azərbaycan Televiziyasının Mədəniyyət kanalında ən musiqili proqramda Danışır Musiqidə öz heyətim Şərqin Bərqi ilə buradayıq. Dostlar, xoş gördük. Sizi də salamlayıram və sizə də verilişdən əvvəl, proqram başlamazdan əvvəl
təşəkkürlərimi bildirirəm ki, buradasınız. Düşünürəm ki, yenə gözəl bir axşam yaşayacağıq. Eyni zamanda əziz, sevgili tamaşaçılarımıza çox gözəl bir axşam, çox gözəl bir proqram yaşadacağıq. Mən buna tam əminəm. Əziz tamaşaçılarımız, onsuz da bizim məqsədimiz, məramımız budur. Danışır musiqiyə xoş gəlmisiniz. İlk olaraq çox gözəl bir əsərlə başladıq. Çox dəyərli sənətkarımız, Azərbaycanımızın xalq artisti, möhtəşəm irsi ilə, möhtəşəm ifası ilə adını qızıl hərflərlə tarixə yazan Elmira xanım Rəhimovanın repertuarından Dinlə Məni Sevgilim əsəri ilə başladıq. Təşəkkür edirəm uşaqlar gözəl müşahidə görə. O ki qaldı qonağımıza. Qonağımız isə Azərbaycan Respublikasının əməkdar artisti Zaur Əmraslanovdur. Bakıma bax, bu yolları, küçələri çıraq-çıraq. Mən qürurla meydanlarda hey gedirəm, bu şəhərdə yaşamaqla fəxr edirəm. Mən qürurla meydanlarda hey gedirəm, bu şəhərdə yaşamaqla fəxr edirəm. Üzərində naxışlar var, keçmişlərdən baxan neçə baxışlar var. Bakı mənim qəlb sevincim, qəlb ahımdır. Bakı mənim bugünümdür, sabahımdır. Bakı mənim qəlb sevincim, qəlb ahımdır. Bakı mənim bugünümdür, sabahımdır. Səhərimdir Bakım mənim, əvvarələr şəhərimdir Bakım mənim.
Təşəkkür Hoş edirəm. gördük. Buyurun, əyləşin. Çox gözəl mahnıdır. Teşekkür ederim. Bakımızı vəsf eləyən daha gözəl mahnılardan biri. Çok sağ olun. Bükə xanımın səhv eləmirəmsə Bəli, Ramiz bəstəsidir. Heydərin sözlərinə Bükə xanım Axundovan mahnısı. Deyirsiniz ki, o mahnını bəyənirəm. Ona görə onu Bəli. oxudum ki, sizin də könlünüz xoş olsun, uğurlar olsun. Siz verilişə yaraşırsınız, veriliş sizə yaraşır. Çox təşəkkür edirəm. Əsas odur ki, peşəkar musiqiçiləri bir araya stabil olaraq toplamaq çox çətindir. Yəni, xeyirli olsun. Azərbaycan Dövlət Televiziyası siması bu olmalıdır, belə olmalıdır. Mən qürur duyuram, sevinirəm. Dəvətiniz üçün də təşəkkür edirəm. Çox sağ olun. Mən də elə sizinlə razıyam. Çünki Azərbaycan televiziyası, ümumiyyətlə Azərbaycan radiosu bu məbəd mən deyərdim. İşin elindən çox gözəl musiqiçilər, çox gözəl bəstəkarlar, xanəndələr, ifaçılar, müğənnilər yetişib. Biz də çalışırıq, təbii ki, gücümüz nisbətində bu ənənəni qoruyub saxlayaq. Mənim rəhbərlik etdiyim Şərqin Bərqi heyətidir. Dostlar, çox sağ olun. Hələ gələn qonaqlar bunu vurğulayırlar. Azərbaycan televiziyası sağ olsun, bu işdə mənə böyük dəstək olurlar. Azərbaycan musiqisinin adına layiq mahnılar, bəstələr, əsərlər təqdim edək tamaşaçılarımıza. Sizin musiqiyə gəlişinizdən zavur başlayaq. İlk yaşlarınızda, daha doğrusu erkən yaşlarda, mən deyərdim bəlkə də uşaq yaşlarında. Çünki musiqi elədir ki, insan artıq dünyanı tanıyandan səslə, sədayla tanış olur. Bu da insanın hər hansı bir məsləkdə formalaşmasına çox böyük yardımcı olur. Mən atama, anama təşəkkür edirəm. Çox əziyyət çəkdilər. Mən skripkaya gedirdim 8 nömrəli musiqi məktəbində. Orada xora gedirdim. Uğursuz, səsim o deyildi. Yəni diskant... Nərmanov rayonu. Bəli, Nərmanov rayonunda. Diskant səsim var idi. Belə ikinci səsləri oxuyurdum xorda. Skripkanı da sevmirdim. Çünki zorla sevgi olmur. Amma valideynlərim sağ olsunlar. Toğrul bu işin sənətkarıdır. Mən yoxam. O skripka aləmində mən yoxam. Amma sonraki 2 nömrəli musiqi məktəbinə gəldim. Rəşid Beybutov adına 2 nömrəli musiqi məktəbində oturub sinifdə zümzümə edirdim. Qəmər xanım Quliyeva, oranın müdürü məni eşitmişdi. Məni özündən Misrə apardı. Rəşid Beybutovun yubiley gecəsində məni oxudum, Qızıl Üzüyü oxudum. Ailəsi məni xeyir dua verdi, yoldaşı və qızı. Sonra yavaş-yavaş konservatoriya daxil oldum. Bu neçə yaşlar idi? Siz skripkanı bitirdiniz ya necə? Skripkanı mən səsimin sayəsində 7 il yox, 9 il oxuyası oldum. Müdür məni artıq buraxmaq istəmirdi ki, bəhanə edirdi ki, yox, sən skripka təhsili uzadırıq. Mən də sevmirəm axı skripkanı. Amma baxmayaraq buna təhsil aldı skripkanı. Aldım, o deyildi. Yəni, müəllimlərimə çox əziyyət vermişəm. Belə deyək, formal olaraq. Hə, haqlarını halal etsinlər. Çox əziyyət vermişəm müəllimlərimə. Amma sonra İncəsənət Gimnaziyasında Oqtay Rəcəbov məni qəbul elədi və oradan mən artıq konservatoriyanın hazırlıq kursuna getdim. 96-da bitirdim, 97-də konservatoriyaya daxil oldum. 2003-də də magistraturanı bitirdim konservatoriyanın. Yəni, belə 2001-ci ildə Bakı Payızı müsabiqəsində birinci yeri qazandım. Bir çox müsabiqələrdə iştirak elədiyim. 2001-də Bakı Payızı xatirimdədir. Xanımlardan deyəsən Tünzalə Ağayeva idi. Bəli. Hə, yadımdadır. Mahnı teatrında, Rəşid Beybutovda mahnı teatrında keçirildi. Oradan başladıq. Heydər Əliyev sarayında bitdi, final gecəsi oldu. Bəli. Mən canlı oxudum. Emil Əfrasiyabla Sevgili mahnısını, Tofiq Quliyevin mahnısını oxudum. Bəlkə bugün eşidək o mahnını. O eşidək, sevə-sevə. Bəli. İlk dəfə görmüşəm səni mən sahildə sevgilim. O vaxtdan getməyir gözümdən surətin ey gülüm. Yadımda qaldı gül camalım, odlara saldı şuh calanım, odlara
Yadımda qaldı gül cemalın, odlara saldı çox cemalın, odlara saldı yar xəyalın məni. Biz gəzən bağçada o səhər əsirdi küləklər, heç olmaz hüsnüyə bərabər ətirli çiçəklər. Yadımda qaldı gül camalın, odlara saldı şux calanın, odlara saldı yar xəyalın məni. Yadımda qaldı gül camalın, odlara saldı şux calanın, odlara saldı yar xəyalın məni, odlara saldı yar xəyalın Bakı əziz şəhər mehriban diyar, sinəndə boyatım oldum bəxtiyar. Sən deyil kişkimin yadigarı var, sən mənim söhbətim, şərəfim, şöhrətim, tükəməz dövlətim, əzizim sən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükəməz dövlətim, əzizim sən. Gözəl Bakı, canım Bakı. Ürəyim səninlə edir iftixar, Xəzərin qoynunda salın buruqlar, qəlbimdə qəlbinin hərarəti var. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükəməz dövlətim, əzizim sən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükəməz dövlətim, əzizim sən. Gözəl Bakı, canım Bakı. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Yenə də Bakımızı vəsf eləyən, buyurun əyləşin. Bakımızı vəsf eləyən gözəl mahnılardan biri. Ümumiyyətlə bu mahnı deyirəm neçə nəsillər gördü. Neçə nəsillər dinlədi bu mahnını. Ruhu şad olsun Tofiq Quliyevin. Hələ də dillərdədir. Hələ də gənclərimiz oxuyurlar. Ümumiyyətlə bilmirəm o bəstələrdə belə bir hökm var, belə bir iqtidar var ki, elə bir Bakıya bax buradan Dağüstü Parkdan baxırsan. Bax o panoramanı, o mənzərəni, o peyzajı görürsən. Yəni bu da düşünürəm ki, musiqinin gücüdür. Siz sağ olun ki, Azərbaycan Dövlət Televiziyası sağ olsun ki, bilən adam, bacaran adam, sevən adam musiqini bu verilişi aparır, gözəl musiqiçilər ifa edir burada və doğrudan da Azərbaycan Dövlət Televiziyasının əslində bəzi insanlara maraqsız da ola bilər. Məsələn, o IQ səviyyələrində problem olan insanlar ki, nə edirəm mən bu mahnıları, qoy gedim elə TikTok var, müasir şəbəkələr var, sosial şəbəkələr, gedim ucuz gülüşlə məşğul olun, ucuz musiqi dinləyin. Amma sizə təşəkkür edirəm ki, böyük məsuliyyətli bir işdir, ağır işdir
amma təbliğat var. Çox Əslində sağ olun. baxarsınız, çox doğru deyirsiniz. Məsələn, mən özüm də qonaq olduğum proqramlarda bu mövzuya çalışıram səthi olaraq toxunum. Çünki mənim öz baxış bucağım var, öz məqsədlərim var. Məsələn, neçə il bundan öncə mənim xatirimdədir, bir proqrama qonaq olduq özəl kanalların birində. Deməli, yetərincə reytingli olan bir proqramdır. Bir neçə aktyorlar da var orada, ifaçılardan, Azərbaycanımızın xalq artisti, dəyərli Nisa xanım Qasımova da orada. Bir də məni layiq görüblər. Biraz söhbət elədik, biraz danışdıq. Söz gəldi yenə bu mövzuya. Başqa ifaçılardan istədilər danışsınlar. Mən aparıcıya bir sözün yaxşı mənasında bir balaca yön verməyə çalışdım. Ərkim də çatdığı birisi idi. Deyirəm, bax, deyirsiniz, bax, belə Azərbaycan musiqisində müəyyən boşluqlar, hazırdakı mövcud vəziyyətlə əlaqədar olaraq. Deyirəm, çox səhv yanaşırsınız. Əslində, bax, deyirəm, sizin proqramınız çox baxımlı proqramdır. Bu cür bir ifaçını dəvət etmişsiniz ki, Nisa xanım indi sənətinin elə bir çağıdır, elə bir statusdadır ki, hələ-mələm proqramlara getmir, haqlı olaraq. Və Nisa xanım buradadır və mən də buradayam. Siz özünüz musiqi... Biz çalışaq, bəli, biz çalışaq doğru mesajları verək insanlara. Yoxsa biz buradayıq, siz o ifaçılardan sual verirsiniz, o janrdan sual verirsiniz. Niyə danışırsınız ki? İstər-istəməz, bəli, yaxşı və pis mənada bir növ təbliğatı gedir ona. Bir növ onu təbliğ edirsiniz. Hərdən mənə irad tuturlar. Siz niyə demirsiniz? Rəhmətli İlhamı xanım deyirdi. Deyirəm, İlhamı xanım deyə bilərdi, o statusda idi. Amma mən nə üçün demirəm? Çünki mənim məqsədim, mənim mübarizə yolum tamam başqadır. Musiqimi edin. Əksinə, musiqidən danışmaq lazımdır. Yaxşı ifaçıları qeyd edib, ortaya çıxartmaq, ərsəyə gətirmək lazımdır, göstərmək lazımdır ki, digərləri sanki bir bağa baxırsan, bağban neynir? Bağban götürür o ağacların dibini belləyir, ağacları budayır ki, mövsümündə yeni tumurcuqlar çıxsın, yeni pöhrələr yaransın, ağacları parazitlərdən belə deyək təmizləyir. İstər-istəməz o alaq otları bağda axı olmayacaq. Çünki bağa artıq baxılır. Biz də gərək öz ağaclarımıza əkək. Məncə onları suvarmaq lazımdır, onları çiçəkləndirmək lazımdır. İnşallah. Mən düşünürəm mübarizə yolu budur. Çünki şəxsən özümə yaraşdırmıram. Hansısa C kateqoriyadan bir ifaçını, onun sənətini, ifaçını, C də deyil, təbliğ eləmək, göstərmək. Bilirsiniz, tamaşaçıda da müəyyən şaşqınlıq var. Təbii ki, biraz əvvəl söylədiniz, TikTok var, Instagram var. Onun da özünə uyğun bir kütləsi var orada. Heç kəs inciməsin, bu bir reallıqdır. Təbii ki, onlar da başlayacaqlar. Bu bir növ başlayacaq bu sözün yaxşı və ya pis mənasında təbliğ olunmağa. Biz elə yaxşıları göstəririk. Bəli, çox sağ olun, təşəkkür edirik. Siz də göstərirsiniz elə. Çox sağ olun. Məncə Azərbaycan televiziyası bu işdə çox doğru yoldadır. Mən çox təşəkkür edirəm. Mən bir musiqi siyasətçisi olaraq və siz də Bahəm, fəxri ad daşıyıcısı olaraq bizim borcumuz odur ki, həm də bəli, bu məsuliyyətimiz də var. Danışaq. Biraz danışmaq da lazımdır. Çünki tək oxumaq üçün verilməyib bu fəxri adlar bizə. Zaur, söhbəti istərdim başqa məcraya yönəldək. Sizin repertuarınıza baxıram, dinləyirəm. Düzdür, o məktəb hiss olunur, o məktəb var. Biraz əvvəl söylədiniz, Bəxtiyar filmi olsun, digər o dönəmlərin filmləri olsun ki, hansı ki, zəngin musiqi var bu filmlərdə. Hətta bəzi mahnılar da müstəqil bir mahnıya çevrilib. Artıq filmdən də xatırlanmır. Sadəcə film mahnıya görə xatırlanır. Belə bir şeylər də olur. Amma repertuar seçimi, mən düşünürəm ki, ifaçı üçün ən həssas bir məqamdır. Şəxsən mənim üçün elədir. Bir müğənni, bir instrumentalist olaraq hərdən düşünürəm ki, elə bir mahnı olsun ki, tam şəkildə özümü ifadə edə bilim, duyğularımı, texnik imkanlarımı, səs imkanlarımı. Sizdə repertuar seçimində hansı prinsiplər ön plandadır? Repertuar seçimi məndə artıq daha çox, yenə deyirəm... Pop musiqisinə biraz? Yox, milli janr, milli musiqilərə daha çox yer ayırıram. Yəni, populyar olaraq da daha geniş bir kütləyə xitab etsin. Nəyə görə? Gözüm açandan vətənpərvər musiqilər ifa elədim. Rəsmiyyət var o musiqilərdə. Daha çox belə çağırış var. Ona görə daha çox 6-8-lərə yer verməyə başladım ki, küçədə də analarımız, məsələn, Ağbirçək analar gəlir mənə qucaqlayır ki, çox sağ ol, nə gözəl, məsələn, Qazaq elindən mahnı oxumsan, nə gözəldir, nə yaxşı. İndi gördüm ki,
yaxınlığı yaradan sənin musiqidə olan səmimiyyətindir. Və sizə də fikir verirəm, həmişə, hər zaman izləyəndə baxıram ki, siz səhnəyə tamam başqa cür yanaşırsınız. Tamam başqa, valla tam səmimi sözlərimdir. Çox sağ olun. Məndə o hırs yoxdur, o belə həvəs məndə. Mən şey adamıyam, əhval-ruhiyyə adamıyam. Amma siz, məsələn, hər şeyə dəqiq belə, hər şey yerində. Mən biraz Perfeksionist, biraz çalışıram. Ona görə onu vurğulamaq lazımdır. Tamaşaçılarımız da istəyirəm bilsin ki, mənim üçün elə bir fərqi yoxdur. Heydər Əliyev sarayının səhnəsi olsun, Bəli, mən onu bu vurğulamaq studiyamız olsun Bəli, belə. onu O demək. eyni məsuliyyəti mən daşıyıram. Bəli. Və işçilərimizdən də, orada çalışanlardan da mən o həssasiyyəti gözləyirəm. Deyirəm ki, səhnəyi necə? Mənim yadımdadır, o vaxt belə bir fikir eşitmişdim mən. O zamanki bizim qələm əhlindən, jurnalistlərdən. Deməli, konsertlər olur. Ələxüsus bölgələrə konsertlərimiz olur və bir çox ifaçılar gedir. Dövrünün ən parlaq ifaçıları və təbii ki, o zaman Zeynəb xanım Xanlarova. Zeynəb xanımız tamaşaçılar çox fərqli bir coşqu ilə qarşılayırlar. Və bu da jurnalistlərin gözündən yayınmır. İndi sən dedin, mənə bir də görürsünüz, orta yaşlı qadınlar yaxınlaşır, fikirlərini deyirlər. Və jurnalistlərdən biri soruşur, ya bilmirəm, orada gedən heyətdən bir nümayəndə olur, soruşur ki, necə olur ki, siz Zeynəb Xanlarovanı belə çox istəyirsiniz? Biz fikir veririk. Bəzi ifaçılar var, deyir, gəlirlər. İndi belə deyək də, bölgələrimizdir. O zaman məhsul bayramları olurdu. Bəzən tarlalarda çıxış etməli olurdu. Biz deyir, gözləyirik ifaçıları. Elə deyir, müğənnilər var, gəlirlər, qatardan düşürlər və yaxud avtobusdan düşürlər, eyni geyimdə, eyni qiyafədə, sonra səhnə hazırlanır, onlar eyni qiyafədə çıxırlar. Amma Zeynəb xanım ən gözəl paltarlarını geyir gəlir. Onun axı geyimləri belə özünə xasdır, biraz daha çox parlaq, daha çox belə gözə vuran, səhnədə daha çox parıltılı, ümumiyyətlə səhnə bunu sevir, açıq. İndi bütün dünya popçuları bax bu stildə giyinirlər. O söz mənim zavur heç vaxt yadımdan çıxmır. Və düşünürəm ki, səhnə səhnədir. Nə olar orada 10 nəfər adam var. Söhbət oradakı insanlara olan hörmətsizlikdən də getmir. Sadəcə mənim öz əhval-ruhiyyəmdə çox böyük dönüşlər olur. Düz deyirsiniz. Məndə də olur dalğa elə. dəyişkənliyi Amma çalışıram bildirməyim tamaşaçıya. Mən də amma geyim baxımından, məsələn, hər dəfə formada olmaq baxımından biraz problemlərim var. Biraz onu etiraf etməyi sevirəm, bəli. Biz danışırıq, məsələn, mahnılar oxuduq. Bakı gözəl şəhər o dövrlərdən gələn bir informasiyadır. Mən düşünürəm ki, o dövrü yaşamasa belə, siz ifa elədiniz bu mahnını, bu sevgilim ifa elədiniz. Özdə bu gün swing günüdür, swinglər oxunur. Bakı mahnınız da elə idi, Elmira xanımın repertuarında da elə idi. İstərsəməz insan o dövr haqqında çox sağ olun, bir informasiya əldə edir. O dövrün Bakısı necə idi? Həm də o illərin enerjisi toplanıb orada. Çox doğru, bəli. Bir dəfə bir gəlinlərdən biri anasının yanında gəldi, mən göbut şəkildə dedi ki, toyda vağzalı olmayacaq. Çox yanlış bir şey. Mən də dedim, mən də orada çox pis oldum. Dedim ki, mən də toyu idarə etməyəcəm orada. Mən gəlmirəm o məclisə, mən olmayacam orada. Çünki sənin deyirəm, atan da, anasının yanında qıza öyüd nəsihət verirəm. Deyirəm, atan da, anan da vağzalı ilə xoşbəxt olub. Vağzalda olan enerji, xoşbəxtlik enerjisi. Məsələn, Mendelssohn da vağzalı. Onun da yeri var. Təbii ki, onun da yeri var. İllərin enerjisi toplanan mahnılar oxumaq lazım. Bir dəfə bir səngər bəstəkarı çox gözəl söz dedi ki, səngər mahnısını oxumaq üçün səngərdə olmaq lazım idi. Səngərin içini hiss eləmək lazım. Ona görə bir dənə məqamda fikir ayrılığımız ola bilər ki, indi oxunur bu mahnılar ki, hansı ki Tofiq Gülü, o effekti verə bilməz. Çünki həm o insanlarda o şeyi yaşamayıblar axı, o dövrü, onun duzunu, ləzzətini, məsələn, müasir estradanın ifaçılarında, məsələn, informasiyanı çatdırmaq biraz çətindir. Amma burada məncə bu çətinliyə rəğmən professionallıq girir ön plana. Çünki belə baxsaq siz də yaşamamısınız. Ağqara dönəmlərini. 80-ci iləm əslində. Hə, artıq amma gördükləriniz var. O informasiyanı almışsınız. Biraz mənə də keçib. Bəli, sizə keçib, siz də ötürürsünüz. Mən deyirəm ki, musiqi ilə davam etdirək proqramımızı. Siz oxursunuz? Yox, siz. Sizin də gözəl ifanız. İnşallah oxuyacağım mən. Aha, buyurun. Çox sağ olun. Çox sağ olun. Təşəkkürlər.
Ümumiyyətlə bu İtalyan əsərləri və ya o əcnəbi filmlərdən müəyyən mahnılar, soundtracklər, belə bir layihə mi deyim, belə bir albom mi deyim, fikir var ya necə? Yoxsa olub mənim xəbərim yoxdur? Yox, olmayıb. Buna istəyərdim bir dənə maraqlı. Yoxsa sualımın yeri yoxdur, tamam başqa yöndəsiz. Çox yaxşı sualdır, gözəl sualdır. Bu mahnıya ayrıca olaraq istərdim filmlərlə fraqmentlər olmaq şərtindən Xromakeydə bir rolik çəkdirmək istəyərdim, görüntü olsun. Özümün də xoşum gəlir. 2 ay İtaliyada yaşamışam. İtaliya ab-havası yaratmaq xoşlayıram. Çox sevirəm İtaliya musiqisini, İtalyan musiqisini. Ayrıca olaraq edə bilərəm. Sadəcə məndə biraz pərakəndəlik də var. Məsələn, Qazaxdadır mahnısını ifa elədim, Seygah üstündə, Qazaq elinə həsr elədim, ardı gəlmədi. Məsələn, bir dənə belə kinofilmdən çox gözəl sualdır. Soundtrack oxudum. Çox qəşəngdir bu. Ardı, bilirsiniz, oynayır. Biraz o pərakəndəlik olmasın. Əhval-ruhiyyə, o incəsənət əhval-ruhiyyəsi var, oynayır da. Biz daşdan, dəmirdən deyilik axı. Bilirsiniz, enerji qaynağı olmalıdır. Yəni, bu sevgi də deyil. Yəni, bunun sırf incəsənətin özünə məxsus olan bir enerji, cərəyan mənbəyi var. Bunları başa düşürəm, amma sadəcə olaraq müəyyən bir iş varsa, onu başa çatdırmaq mütləq. Həm də bu sizin o iş strategiyanızı pozur. Məndə bilirsiniz, özümü tərif etmirəm. Yəni, klassika var, nə bilim, Seygah var, Bakı şansonu var. Bu da indiki müasir Azərbaycan dinləyicisini, izləyicisini çaşdırır. Zaur, biraz da işinizi çətinləşdirirsiniz. Məncə bu düzgün deyil. Məncə çətinləşdirir. Mənim öz şəxsi görüşlərimdir, bəli. Mən maksimalist o qədər də fərqinə varmaq lazım deyil. Çünki sizin bu sahədə bildikləriniz var, bilgiləriniz var. Magistr təhsil necə almısınız? Qırmızı diplom. Özünüz də demişsiniz. Ona görə o qədər də dərinliyinə varmaq lazım deyil. Haydi bir mahnı oxuyaq uşaqlar. Olar mı? When bariton start to play, dance with me, wake me sway, like a crazy ocean hugs the shore, hold me close, sway me more. When bariton start to play, dance with me, make me sway, like a large ocean loves the soul, hold the close, sway me more. Of the dances might be only fraud, but my HP only you have my magic technique. When we sway me, my God, when bariton start to play, dance with me, make me sway, like a lost ocean hugs the shore, hold me close, sway me more. Başrolde çoğu zaman bir kadın, peşinde bir erkek adım adım. Dünyanın kanunu besbelli, söyler hep aynı şeyi, aynı şey. Kim ne derse desin aşk için, önce hoş sonra boş gelir. Kimine göre bir eğlence, aşk bana yalan gelir. Kim ne derse desin aşk için, önce hoş sonra boş gelir. Kimine göre bir eğlence, aşk bana yalan gelir.
sevesin aşk için. Önce hoş sonra boş gelir. Kimine göre bir eğlence, aşk bana yalan gelir. When body start to play, dance with me, wake me sway. Like a crazy ocean hugs the shore, hold me close, sway me. Kimine göre bir eğlence, aşk bana yalan gelir. Kimine göre bir eğlence, aşk bana yalan gelir. Ça ça ça. Çox Təşəkkür edirəm. Çox gözəl Çox sağ olun. abu-hava yaratdınız. Düşünürəm ki, televiziya qarşısında əyləşən insanlar, izləyicilər də çox zövq aldı. Çünki mən özüm də zövq aldım. Çoxdandır belə verilişlər, belə ifalar, canlı da, yəni eksprompt, nə varsa təbiidir, hər şey üzdədir, səmimiyyət var ifada, yəni ki, hansısa qüsur olsa da belə, şükür Allaha olmadı. Hamısı təbiidir, hamısı sevgidən, içərdən gəlir, qəlbdən, ruhdan gəlir. Bol olsun təki belə verilişlərimiz. Gücümüz nisbətində bu bizdən qalan, bizə qalan mirası gələcək nəsillərə çatdıraq. İndi biz də çalışırıq ki, proqramımızda bax bu həyata keçirək. Azərbaycan Dövlət Televiziyasında peşəkarlar çalışır və burada hər şeyə o qədər dəqiqlik var ki, siyasi nöqteyi nəzərdə. Biz həmzə dövlətimizin qulluqçularıyıq, dövlətimizi sevən insanlarıq, müzəffər dövlətimiz var və Azərbaycan Dövlət Televiziyasında olsun elə belə verilişlər. Çünki burada həm nəzarət var musiqilərə, həm bilirlər, redaktor, hər kəs bilir burada kim nə ifa edəcək, necə, bu olar, bu olmazlar, olmazlar olmalıdır. Əziz tamaşaçılar, təsəvvür edin, buranın musiqi kollektivlərinin bünövrəsini dahi bəstəkarımız Üzeyir Hacıbəyli qoyub. Bəs ondan sonra gələn bir sıra ifaçılar, o məktəbin ən gözəl nümunələri, Cahangir Cahangirov deyək, Səyid Rüstəmov deyək, nə bilim, daha neçə Tofiq Quliyevin adını biz qeyd elədik, neçə belə görkəmli Fikrət Əmirov olsun, bəstəkarlarımız, biz də çalışırıq onların o qoyub getdiyi irsi yenə deyirəm, sizə çatdıraq əziz tamaşaçılarımız. Ümumiyyətlə bizim respublikamızda musiqi siyasəti, musiqi strategiyası çox doğrudur. Mənim şəxsi görüşlərimdir, çox düzgündür. Mən oluram Mədəniyyət Nazirliyinin təşkil elədiyi dövlət konsertləri olsun, ölkəmizdən kənardakı konsertlər olsun və ya Heydər Əliyev Fondunun təşkil elədiyi konsertlər olsun. Bəli, bunlar mənim şəxsən çox xoşuma gəlir. Bir musiqiçi kimi də, bu xalqın bir nümayəndəsi kimi də çox xoşuma gəlir və bir neçə proqramlar var, digər kanallarımızda da var. Mən onları da buradan alqışlayıram, salamlayıram. Dediyiniz kimi, bir çətin də olsa, hər halda biz bu işi çalışırıq yerinə yetirək. Bizə nə düşür? Bizə ifa etmək, təbliğ etmək? Ay, sağ ol. Mən elə bu tonlarla istəyirdim ki, biz proqramımızı da yekunlaşdıraq. Davam yox, artıq vaxt vədə yetişdi. Maşallah, vaxt elə tez keçdi ki, xeyirli olsun. Əziz tamaşaçılarımız, əməkdar artist Zaur Əmraslanov bugün bizim proqramımızın qonağı oldu. Onun fikirlərini eşitdik, mahnılarına qulaq astıq. Biz sizinlə sağollaşırıq. İnşallah gələn proqramlarımızda siz sağ, biz salamat. Amma yenə adət-ənənəmizə sadiq qalaraq musiqi ilə başladıq. Proqramımızı elə musiqi ilə də nöqtələyirik. Gözü böydən, sən qəşəng, həsrətin qəlbimi yandırır ay məni. Ala gözü böydən, sən qəşəng, həsrətin qəlbimi yandırır ay məni. Sənin mən hicrinə dözmərəm, səndən mən əlimi üzmərəm. Ala göz şirin sözü beydə mən sənə yalvarıram. Dərdindən heyva tək saraldım, gəl mənə yalvarıram. Ala göz şirin sözü beydə mən sənə yalvarıram. Qəlbimdən heyva tək saraldım, gəl mənə yalvarıram.
gelip her yana gül açmıştı çemen Benefşe tek boynun eğilmişti gemden Yaz gelip her yana gül açmıştı çemen Benefşe tek boynun eğilmişti gemden Senin ben icrine düzmenem Senden ben elimi Ala göz şirin sözü beyde ben sana yalvarıram Derdinden hema tek sarıldım gel bana yalvarıram Ala göz şirin sözü beyde ben sana yalvarıram Derdinden hema tek sarıldım gel bana yalvarıram Zibeyde